Sonda isə buraxılışımızın xüsusi bölümünü təqdim edirik. İndi bütün dünyada təkcə səhnə ulduzları deyil, adi insanlar da plastik əməliyyat keçirir. Allahın yaratdığı sifəti dəyişməyə biz insanların ixtiyarı varmı? Bu suala əməkdaşımız Elnarə Təhməzovanın sujetində cavab tapacaqsınız. Plastik əməliyyatın çox geniş və rəngarəng tarixi var. Əvvəllər insanlar onlarda olan qüsurları aradan qaldırmaq üçün həkimlərə müraciət edirdilər. Son zamanlar isə bu bir adət-ənənə şəklini alıb. Həkimlərə məntiqli və məntiqsiz müraciətlərin sayı hədsiz dərəcədə çoxalıb. Demək, biz gündə elədiyimiz cərrahi əməliyyatlar 7-8 cərrahi əməliyyat olur və bu əməliyyatlardan da hardasa ikisi, yəni defektli operasiyalar, hardasa başqa yerdə əməliyyat olur. Bizim demək olar xəstələrimizin çoxsunun da yəni mediada olan respublikamızda tez-tez insanlar içərisinə çıxan müğənnilər, kino artistləri təşkil edir. Bunlar da %20-25%-ni təşkil edirlər. Bu gece ayrılmışız, sevgimiz qalacaq rüyada. Bu əcnəbi həkim tərəfindən plastik əməliyyata məruz qalan və bu əməliyyatın nəticəsindən razı olmayan, demək olar ki, show biznes aləmində öz sözünü demiş röyadır. Uşaqlıqdan istəyirdim həmişə. Görürdüm də ki, burnum yerindədir, nəsə var. Nə şəxsi həyatıma, nə sənətimə fərqi olmayıb onu. İstəmişəm özüm. Böyük olur ona görə. Sol tərəf nəfəs borumu, yəni çox dar qoyub bilmirəm, çəpəri əyri qoyub bilmirəm. Yəni əməliyyat zamanı təmizlənməyib, yəqin ki, işləmir nəfəs. Yəni işləyir, nəfəs gedib gəlir, amma getməsə ondan yaxşıdır, əziyyət verir. Hətta ən sadə plastik əməliyyatlar 300-500 ABŞ dollarına başa gəlirsə, bu zaman ictimaiyyətin fikri müxtəlif istiqamətə yönəlir. Mən elə gəlir ki, hər şey təbii olmalıdır, hər şey. İnsan özü üçün heç nə əlavə eləməli deyil, mən bir başa düşürəm. Əla, baxır insanın yaşına, əladır münasibətim. Neytral, yəni kimsə eləyir, kimsə eləmir, neytraldır. Amma özüm heç vaxt eləmərəm. Allah insan necə yaradıbsa, o simada da qalmalıdır. Xalqımızın İslam dininə mənsub olması bu cür plastik əməliyyatlara həssas münasibəti formalaşdırır. Bismillahirrahmanirrahim. Allah təbarəkə və təala insanı nə cür xəlq eləyib, incə dodaqdır, qalın dodaqdır və yaxud qulağı böyükdür, nə cür Xudavənd aləm insanı xəlq eləyib, o cür də qalmalıdır. Allahın işinə qarışmaq olmaz. Sağlam insan öz simasını, öz bədənini, fiqura üçün kimsə baxsın, kimsə desin, vay bu gözəldir, behmandır, Allahın xilqətini dəyişsə, böyük günahlardan birisidir. Buna şəriətimiz icazə vermir. Ümumiyyətlə, belə el arasında belə bir şayədə, elə bir sözdə var ki, insanlar, Allah, Cənab Allah insanları necə yaradıbdır, elə də qalmalıdır. Bu doğrudur. Biz bunu sonradan yaranan problemləri arada qaldırırıq və bu da o insanın ailə qurmasına, sonraki həyat fəaliyyətinə çox böyük təsir göstərir. Mənə elə gəlir, bu Allahın da xoşuna gedir. Yaxşı idi, pis eləməmişəm ki. Yaxşı idi, lap yaxşı eləməmişəm. Pis idi, yaxşı eləmişəm. Çünki lazımlı yerlərdə, lazımlı yəni ki, görkəmdə olmaq üçün. Aqillər deyirlər ki, gözəllik insanın daxilində olmalıdır. Amma belə bir deyim də var. Deyirlər ki, gözəllik ondur, 9'u dondur. İndi gözəlliyi axtaranların əksəriyyəti plastik əməliyyatı bu 9'luğun içərisində birinci hesab edirlər. Belə ki, ölkəmizdə artıq bir ildə minlərlə plastik